Sabah artıq karteçlərimiz də 3-cü MDB oyunlarında yarışlara başlayır. Gözləntilər nədir? Onu da nəzərə alaq ki, əsas yığma komanda çalışılacaq. Bu, yəni digər idman növlərdən fərqli olaraq burada bizim böyüklər vuruşacaq və gözləntilər. Bizim zaten MDB onlarla birgə, onunla yanaşı bizim əsas məsuliyyətli yarışlarımız da var. Ona görə biz bu yarışa, nəinki bu yarışa, yəni bu sikla biz yəni bütün gücümüzdən hazırlaşmışıq və demək olar ki, bu MDB oyunlarında bizim həm birinci, həm ikinci nömrəli idmançılarımız iştirak edəcək. Ona görə nəticələrimiz bizim yəqin ki, inşallah çox yaxşı nəticələr əldə edəcəyik. Komanda yarışlarında biz bu Rusiyanın hegemonluğunu burada heç olmasa bu idman növündə kəsə biləcəyik. 100% inşallah. Yəni karatədə mən ümid eləyirəm və böyük bir ehtimal eləyirəm ki, bizim idmançılar ümumi medalda, qızıl hesabında, medal hesabında Azərbaycan inşallah birinci olacaq.